فكيف إذا جئنا من كل أمة بشهيد وجئنا بك على هؤلاء شهيدا Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Qardaşlar, hər birinizi Allahın salamı ilə salamlayıram. Yenə də şükürlər olsun ki, Allah subhanahu taala bizə müvəffəq etdi ki, onu zikr edirik, onu xatırlayırıq, onun dinini öyrənirik. Bu əzəmətli bir nemətdir. Həqiqətən Allahı dinini öyrənmək, onu zikr etmək Allahın sevdiyi əməllərdəndir. İnsan gərək belə məclislərin qədrini bilsin və Allaha bu məclislərə görə şükr etsin ki, Allah subhanahu taala davamiyyətli eləsin, sabit eləsin. Necə sələflər deyirlər ki, ibrət hidayət olmaqda deyil. Yəni, əsas ibrət neydədir? Sabit qalmaqda. Yəni, ola bilər insan başlasın, gözəl, yaxşı, lakin qədrini bilməsin, sonda Allah qorusun, necə hədisdə varid olub, insanla cənnət arasında bir dirsək məsafə qalır və qədəri onu qabaqlayır və cəhənnəm əhlinə məni cəhənnəmə gedir. Bu mövzuda artıq 43-cü dərsimizdir əxlaq mövzusunda və gəlib çatmışıq insanın məclislərdə olan ədəbi, insanın dostları ilə olan ədəbi, oturub durduğu adamlarla olan ədəbi. Və bizim şəriətimiz kamil şəriətdir. Allah subhanahu taala bu şəriəti kamil edib. Kamillik nədir? Yəni, dinin, insanın həyatının elə bir sahəsi yoxdur ki, dinimiz ora toxunmasın. Hər bir məsələdə dinimiz danışıb. Çünki bu insanın həyatıdır. Zaten İslam insanın həyatıdır. Bir insan həyatını İslam eləyəcəksə, Allah ondan razı olacaq. Necə ki, Ayşə anamızdan soruşanda ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əxlaqı nə idi? Deyirdi, o canlı Quran idi, gəzirdi. Yəni, Quranda olan bütün əmrləri yerinə yetirirdi, qadağalardan çəkinirdi və Quranda Allahın ona buyurduğu şəkildə olan möminlərdən idi o. Və biz də elə olmalıyıq, çalışmalıyıq ki, Allah Rasulunu oxşayaq. Çünki Allah subhanahu taala bizə onu nümunə götürməyə əmr eləyib. Və insanın önəm verməsi vacib olan məsələlərdən biri də insanın dostları ilə olan məsələsidir. İnsan kiminlə oturub durmalıdır? İnsan kiminlə münasibət qurmalıdır? Bu çox önəmli məsələdir, həddindən artıq önəmli məsələdir. Çünki Quran buna şəxsən toxunub. Quran bir şey zikr eləyirsə, o məsələnin önəmini göstərir. Ona görə də insan gərək bu məsələdə çox diqqətli olsun və bu məsələdə çox insanlar azıb. Çox insanlar bu məsələnin səbəbi ilə azıblar. Ona görə də insan gərək dost seçdiyi zaman dayansın, fikirləşsin, baxsın, araşdırsın, diqqətli olsun məsələdə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mər'u alə dini xalili. Kişi dostunun dinindədir. Qoy sizdən biriniz baxsın ki, kiminlə dostluq eləyir. Yəni, insanın dostu birbaşa onun dininə təsir edən amildir. Ona görə də insan diqqətli olmalıdır dostları məsələsində. Necə ki, şeyx buyurur ki, bu hədis bizə nəyə göstərir? İnsanın dostu insana təsir eləyir. Mümkün deyil ki, təsir eləməsin. Əgər insanın dostu xeyirlidirsə, ona xeyir baxımından təsir eləyir və insanın dostu şər insandırsa, ona şər baxımından təsir eləyir. Ona görə də müsəlmana vacibdir ki, bu məsələdə diqqətli olsun. Dostlarında diqqətli olsun. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əmr edir hədisdə ki, فَلْيَنْظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلُ. Yəni, sizdən biri baxsın ki, kiminlə dostluq eləyir. Ona görə də müsəlmana yaraşmaz ki, hər adamla oturub dursun. Hər adamla oturub dursun. Hətta alimlər bu məsələdə bir faydanı zikr edirlər ki, Əbu Talibin sabit qalmamasının ölüm ayağında əsas səbəbi pis dostların əhatəsində ölməsi oldu. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ona
şəhadəti təlqin eləyəndə onun ətrafında olan o pis dostları nə dedilər? Sən ata-babanın dinindən bir üz döndərəcəksən. Və o elə də öldü. Ona görə də insan gərək dost məsələsində diqqətli olsun. Həqiqi dost o dostdur ki, bax, dostluğun düsturunu deyirəm sənə. Həqiqi dost o dostdur ki, sənə xeyir işlərdə yardım eləsin. Hansı ki, sən xeyir edirsən, sən o məsələlərdə yardım eləsin və pis işlərdən də səni çəkindirsin. Ümumi biraz da götürsək, yəni dost o dostdur ki, insan onu görəndə Allah və Rasulü yada düşsün. Onun yanında oturanda imanın artsın. Yoxsa o dost sənə düşməndir. Neyniysən o sənə düşməndir. Bu dünyada sənə dost kimi görsənsə də. Ona görə də insan gərək məsələ diqqətli olsun. Ona görə də İbn Əbdülbər rəhməhullah deyir ki, bu hədisin mənasında ki, deyir, həqiqətən deyir, insan öz dostunun əməllərinə öyrəşir, alışır. Biraz oturur, başlayır dostu ona təsir etməyə. Yavaş-yavaş onu alışdırır öz əməllərinə. Çünki çox vaxt əksi olur. Yəni, şeytan səni ona öyrəşdirir. Elə bilmə ki, mən gəlib dəvət eləyəcəm onu, yox. Baxırsan ki, o səni yavaş-yavaş dartır dalıyca. Və alimə deyirlər ki, din bir növ alışqanlıqdır. Ona görə də insana əmr olunub ki, ancaq gözəl əməl sahibi ilə və halal yeyib içən insanla oturub dursun. Çünki şeyxlər buyururlar ki, şeyx buyurur ki, sonda bu sözün sonunda ki, yaxşılıq bir adətdir, deyir. Ona görə də bir dənə beyt var burada. Deyir ki, şeirdə ki, adamın özünü yox, onun yoldaşını soruş. Hər yoldaş öz yoldaşına bənzəyər. Yəni, sən insanı soruşma. Bir insan haqqında maraqlanmaq istəyirsənsə, soruş ki, kimin oturub durur? O oturub durduqlarla sən biləcəksən ki, bu adam kimdir? Aydındır. Və başqa bir beytdə deyir ki, mən zəlləzi yaxfə aleykə izə nəzartə ilə xadini. O kimdir ki, sənə gizlin qalsın, əgər onun dostuna baxsan? Yəni, dostuna baxsan, heç vaxt insan gizlin qala bilməz. Biləcəksən ki, o kimdir? Ona görə də sələflərin çox dostu olmazdı. Sələflərin əsas dostları olardı kitablar. Onlar deyərdilər ki, Abdul Mübarək deyirdi ki, mən gedirəm sahabələrlə söhbət eləməyə, sahabələrlə dostluq eləməyə. Ona deyəndə ki, sahabələr yoxdur axı artıq. Yəni, Abdul Mübarək sahabələri görməyib də, onlardan neçə əsr sonra yaşayıb. Deyir ki, xeyr, onlar var, kitablarda hamısı var. Mən gedirəm onların söhbət eləməyə. Ümumiyyətlə, əslində bir daha elə bir vaxtdır ki, insan gərək ehtiyatlı olsun, xüsusən. Ona görə də bu şeir, bu beytlərdən nə göstərilir? İnsan gərək onu pis əməllərə, pis yollara aparan insanlarla oturub durmasın. Yəni, mömin o kəsdir ki, dostunda diqqətli olmalıdır. İndi bura məsələn, təkcə günahlar daxil deyil. Bugün baxırsan ki, qardaşlar var, bidət əhlinə qulaq asırlar. Bidətçilərlə dostluq eləyirlər. Necə ola bilər bu, mən bilmirəm. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bu barədə gözəl bir hədis zikr edir bizə. Gözəl bir misalla. Deyir ki, yaxşı dost ilə deyir, pis dostun misalı ətir satanla deyir, o körük vuran, alov vurub təmizləyən, o körük vuranın məsəlinə bənzəyir. Ətir satana deyir, gəlincə, o ya sənə ətir bağışlayar, ya da sən ondan ətir alarsan, ya da ondan gözəl iy gələr sənə, yapışar paltarıva. Amma o körük vuran isə ondan ancaq insana gələr, ya sənə paltarıvı yandırar, ya da ondan o pis iy yapışar sənə his. Həqiqətən, yaxşı dostla pis dostun da misalı belədir. Yaxşı dostla oturduğun zaman onun gözəl əməllərindən təsirlənəcəksən. Onun gözəl əməllərindən faydalanacaqsan. O sənə gözəl şəkildə təsir eləyəcək. Sən özünü onun yanında düzəldəcəksən, islah eləyəcəksən. Onun yanında günah eləməyəcəksən, günah əhli olsan da belə. Pis vərdişləri onun yanında saxlayacaqsan. Bu bir müddət davam eləyəndən sonra artıq adətvə çevriləcək o sənin.
O səni qoymayacaq pis. Amma sən pis əməl insanların oturub duracaqsansa, bir müddət özü saxlaya biləcəksən. Sonra başlayacaqsan onların yanında onların elədiklərini eləmək. Birinci, göz yumacaqsan. Onlardan pislikləri çəkindirməyəcəksən. Əslində, mömin elə olmalı deyil. Mömin bir pis şey görəndə ya əli ilə, ya dili ilə, ya da qəlbi ilə onu inkar etməlidir. Ən daha pisi. Qəlbi ilə necə inkar eləyir? Bacarmır onlarla, çıxır gedir oradan. İnkar olar, deyir ki, Allah şahiddir ki, mən sizdən uzaqam. Yəni ki, siz ta ki, bu əməli tərk eləməyincə. Amma eləməyəcəksənsə, bir müddətdən sonra görəcəksən ki, artıq sənin dini qeyriyyətin gedir. Sənə artıq adiləşib onların günahları. Bir müddətdən şeytan deyəcək ki, sən də elə narahat olma. Elə adət halını alacaqsan sən. Bax, budur pis dostun sənə vurduğu zərər. Ona görə də şeyx burada gözəl fayda verir. Deyir ki, sən valideynlərinə gözəl davranan insanlarla oturub duracaqsansa, daimə sən də elə olacaqsan gezi tezi. Sən deyir, qohumluq əlaqələrin quran insanla oturub duracaqsansa, daima sən də o cür nə olacaqsansa, o sənə öyrəşdirəcək ona. Və həmçinin insanlara yardım eləyən, möhtac olanlara kömək eləyən insanla oturub duracaqsansa, sən də belə olacaqsan. Həmçinin elm tələbəsi ilə oturub duracaqsansa, o səni elmə rəğbətləndirəcək. Həmçinin zuhd əhli ilə, ibadət əhli ilə oturub duracaqsansa, vara əhli ilə. Yəni, o səni o şeyə öyrəşdirəcək. Yəni, baxın, Peyğəmbər sallallahu aleyhi ve səlləmin sahabələrinə, onlar necə dost idilər bir-birləri ilə, yarışırdılar bir-birləri ilə. Bir-birləri ilə yarışırdılar savab əməllərdə. Onlar bir-birlərini izləyirdilər ki, necə eləyim ki, qardaşıma çatım. Məşhur misaldır da Ömər radiyallahu anh'a Əbu Bakr misalı ki, mən bu dəfə Əbu Bakrı keçəcəm, orada da keçə bilmir onu. Onlar axirət məsələlərində yarışırdılar dostları ilə. Axirət məsələlərində. Yəni ki, ona görə də insan gərək bu məsələlərdə diqqətli olsun. Yaxşı dost, məsələn, insan ondan ancaq fayda götürür. Bax, sənin üçün üzvə də, arxonca da dua eləyir. Sən onun qeybətindən, onun dedikodusundan uzaqsan. Daima səni müdafiə eləyir. Nə qədər xeyirlər var ki, yaxşı dost sənə o şeylərdə fayda verir. Və bir ayədə Allah Subhanahu taala buyurur ki, baxın, dəhşətli ayətdə bu ayə Furqan surəsindədir. Və yevmə yağuddu zalimu alə yədeyhi yəqulu ya leytən ittəxəzdu ma'ar rasuli səbilə. Yəni, axirət günü, qiyamət günü zalım kimsə əlini, barmaqlarını dişləyərək deyəcək ki, kaş ki mən Peyğəmbərin yolunu tutub gedəydim. Yəni, o gün peşmançılıq gündür. Dəhşətli peşman olacaq insanlar. Kaş ki mən Peyğəmbərin yolunu tutub gedəydim. Sonra nə deyəcək? İkinci peşmançılığı. Ya veylətə leytəni ləm ətəxiz fulənən xalilə. Vay mənim halıma, kaş ki mən filənkəsi özümə dost tutmayaydım. Adı ilə zikr eləyəcək. Hər kəs deyəcək ki, kaş ki mən o filənkəsi özümə dost tutmayaydım. Niyə görə? Bax, səbəbini də deyir ki, لَقَدْ أَضَلَّنِ عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءَنِ وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا. Çünki həmin o dost Quran mənə çatdıqdan sonra o məni deyir, ondan uzaqlaşdırdı. Həqiqətən deyir, şeytan insanı tənha qoyub qaçandır. Şeytan da yəni, özünün dostluğunu həmişə günahkarlara bildirir. Lakin qiyamət günü nə edəcək? Onları tənha qoyub qaçacaq. Və heç də onların arxasında dayanmayacaq. Və o gün insanın ən dəhşətli peşmançılığı olacaq. İnsan deyəcək ki, atın övladımı, ailəmi, mənə çətinlikdə yardım edən qohumlarımı, yer üzərində hər kəsi verirəm fidyə, məni çıxar cəhənnəmdən ya Rəbbi. Neyin var götür ki, məni ora salma. Və o dostlar haqqında da nə deyəcək? Onlar məni azdırdılar. Onlara daha 2 qat daha çox əzab ver. Ona görə insan gərək dostları haqqında diqqətli olsun. Və başqa bir ayədə Allah Subhanahu taala nə deyir? Əl-əxilləu yevmə izin ba'duhum li ba'din aduvun illəl muttaqin. O gün, ya qiyamət günü, Allahdan qorxanlardan başqa
Allahdan qorxanlardan başqa bütün dostlar nə olacaq? Düşmən olacaqlar. Yalnız müttəqilər o gün dost olacaqlar. Bu dünyada da onların dostluğu yəni fayda verir axirət günü də. Necə ki, sələflərdən birinin gözəl bir sözü var. Deyir ki, müttəqilər biri məğribdə, biri məşriqdə olsa da belə, qiyamət günü onlar gələcəklə yanbayan olacaqlar. Amma deyir, Allahdan başqası üçün dostluq eləyənlər bugün belə olsalar da deyir, qiyamət günü deyəcəklər ki, kaş bizim aramızda uzaq bir məsafə olaydı ki, bir-birimizi görməyəydik. Kaş ki, bir-birimizi dünyada tanımayaydıq. O gün insanlar düşmən olacaqlar bir-birlərinə. Lakin Allah Subhanahu taala kimə deyir ki, onlar necə də gözəl dostlardır? Deyir ki, kim Allaha və Peyğəmbərinə itaat eləyənlər, Allaha və Peyğəmbərinə itaat eləyənlər, məhz onlar deyir, Allahın nemət verdiyi Peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və əməli salihlərlə qiyamət günü bərabər olacaqlar. Onlar deyir, necə də gözəl dostlardır. Ona görə bu çox dəhşətli bir ibrətdir insansın ki, insan öz dostunu, yəni belə deyək də, axtaranda, öz dostunu seçəndə bu məsələyə diqqət eləsin. Əbu Dərda radiyallahu anhu deyir ki, bir kişinin fəqih olmasındandır ki, bir kişi fəqih, o kişi fəqihdir ki, deyir, dostunun haraya gedib gəldiyini və yəni hərəkət etdiyində təkəbbürlü yoxsa təvazökar yeriməsini və dostunu tanısın. Yəni bir insanın fəqihliyindəndir ki, haraya gedib gəlməsi haqqında, haraya girib çıxması haqqında və həmçinin də yürüyüşündə və dostunda diqqətli olsun. Yəni bir insan əgər bu məsələlərə diqqət eləyərsə, o insan fəqih insandır. Yəni insanın haraya gedib kimlərlə oturub durması bu önəmli məsələdir. İnsan bu məsələlərə diqqət eləməlidir. Həmçinin gəzdiyi zaman necə gəzir? Təkəbbürlü gəzir, yoxsa təvazökar gəzir? Bu da çox diqqətli olmalıdır və bir də dostu məsələsində, yəni ki, o məsələdə insan diqqətli olmalıdır. Və başqa bir Abdullah Məsud radiyallahu deyir ki, sahabələrdən deyir ki, əsər gətirir ki, İ'təbərun nəsə bi əxdanihim. Yəni, insanları deyir, dostları ilə tanıyın deyir. Və sonra buyurur ki, çünki insan ancaq özünün xoşuna gəldiyi ilə dostluq eləyər deyir. İnsanları deyir, dostları ilə tanıyın. Çünki deyir, insan ancaq deyir, özünün xoşuna gəldiyi insanla dostluq eləyər. Əməş rəhməhullah buyurur ki, sələflər deyir, bir insan haqqında 3 məsələdə yəni araşdırma aparmadan, 3 məsələdə həmişə araşdırma aparandan sonra o adam haqqında soruşmazlar. Əsas 3 məsələni soruşardılar. Yenə də hara gedib gəldiyini, yəni kimlərin məclisində iştirak etdiyini, gəzdiyi zaman necə gəzdiyini və bir də dostunu. Bu məsələlərdə deyir, əmin olsaydılar həmin insanla deyir, onunla dostluq eləyərdilər deyir. Ona görə də insan bu məsələdə yəni diqqətli olmalı. Həmçinin Sufyan rəhməhullah buyurur ki, bir insanın fəsadı və islahı, yəni yaxşı və pis olması barədə ən çox təsir eləyən məsələ onun nə idi? Dostudur. Yəni insana dostu qədər təsir eləyən yəni yoxdur. Və həmçinin Qatəd rəhməhullah deyir ki, vallahi deyir, biz bir kişinin yalnız özünə bənzəyən və həmçinin də xasiyyətcə ona oxşayan insanlarla dostluq etdiyini gördük. Ona görə də deyir, Allahın salih bəndələrlə dostluq edin, ola bilsin ki, onlarla bir yerdə olsanız, onlara bənzəyəsiniz, onlara oxşayasınız. Və həmçinin Fudeyl ibn İyad rəhməhullah buyurur ki, mömin istədiyi hər kəslə oturub durmamalıdır. Möminin nəfsi ona kimi deyir, elə olmamalıdır. Mömin baxmalıdır ki, yəni kiminlə oturub durur. Ona görə də Allah Subhanahu bu barədə buyurur ki, ayələrimizi lağa qoyanları gördüyünüz zaman onlar başqa söhbətə keçənə qədər onlardan üst çevir. Əgər şeytan bunu sənə unuttursa, xatırladıqdan sonra zalım cəmaatla birgə
oturma. Bu çox önəmli ayədir. Yəni, baxırsan ki, bu günləri əlində ən etibarlı dostlarından biri telefon. Açıb baxırsan ona. Sənin dostundur bu günlər. Bu günlər bir çoxumuzun, demək olar həyatımızın əsas hissəsi dostumuz telefonlardır. Bugün qəsəbələrə, kəndlərə girirsən, həyətlərdə heç kəsi görmürsən. Əvvəllər insanlar bir-birlərinin qonağı gedərdilər, bir-birlərinin evinə gedərdilər, bir-birlərinə qaynayıb qarşılardılar. Axşamlar həyətə düşəndə görərdin ki, skamerkalarda insanlar oturub bir-birlərinin halı ilə. İndi girirsən həyətlərə, məhəllələrə, bizim məşhur sözümüz var, it uluyur elə bir. Heç kəs yoxdur. Niyə? Çünki dostumuz var yanımızda. Nə edir ki, daha cəmaatı? Hamı bunun içindədir. Hətta görürsən ki, evdə bir saat işıqlar sönür, insan deyir ki, həyat dayandı. Qutarda həyatımız bizim. Ürəyimiz partlayır. Amma ev əhlindən xəbəri yoxdur ki, ətrafında onun yoldaşı var, uşaqları var, zövcəsi var. İnsan artıq onları görmək istəmir. Həyatımız bundan ibarətdir və Allah qorusundakı bunun içində də nələrə baxırıq. Və bəzən də dini istehza məsələlər olur, sən onu gülmək məqsədi ilə baxırsan. Bax, gör Allah nə deyir? Yəni, ayələrimizi lağlağıya qoyan haram şeylər də bura daxildir. Yəni, sən o şeyləri görəndə sən bunu dərhal uzaqlaşdırmalısın özündən. Ona görə çox təhlükəli bir dövrdə yaşayırıq. İnsan gərək bu məsələlərə diqqət eləsin. Və həmçinin də qardaşlar, şeyx sonra burada toxunur ki, insanın məclislərinin ədəblərindən birincisini gətirir şeyx. Dostlar haqqında danışdı. Sonra növbəti məsələni gətirir ki, İnsan daxil olduğu zaman bir yerə və çıxdığı zaman nə etməlidir? Salamla başlamalıdır və salamla da qurtarmalıdır. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, sizdən biri bir məclisdə gəldiyi zaman salam versin. Əgər qalxmaq istəsə, yenə də salam versin. Çünki ilk verdiyi salam ayağa durub çıxanda verdiyi salamdan heç də üstün deyil. Yəni, belə, yəni ki, arxain olmada yəni salam verdim, qutardı, daha çıxanda salam vermim, yox. Yəni ki, bu məsələdə diqqətli olmalıdır. İnsan bir yerə gələndə salam verməlidir və durduğu zamanda oradan salamla ayrılmalıdır. Həmçinin də bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən bədəə bis-suali qablə's-salami fələ tucibuhu." Yəni deyir, bir nəfər deyir, salamdan qabaq söhbətə başlayarsa sizinlə, ona cavab verməyin. Ona cavab verməyin. Əslində, alimə gətirirlər ki, bu hədisdə yəni, salamla başlamamaq haram deyil. Lakin ədəbdəndir ki, insan gərək salam versin. Çünki salamı vermək vacibdir, yoxsa almaq. Vermək sünnətsə, qaytarmaq vacibdir. Çünki Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, biri sizə, yarhamukallah, biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın, yəni daha gözəl alın və yaxud da verilən salamı olduğu kimi qaytarın. Bu ayə nəyə dəlildir? Verilən salamı qaytarmaq lazımdır. Verilən salamı qaytarmaq lazımdır. Həqiqətən Allah hər şeyin haqq hesabını çəkəndir. Burada bir neçə məsələni diqqətinizə çatdırım, qardaşlar. Birinci o məsələdir ki, insan əgər bir məclisə salam verirsə, əsla o demək deyil ki, hər kəs onun salamını qaytarmalıdır. Bir nəfər onun salamını qaytarırsa, digər insanların üzərindən o salam düşür. Bu birinci məsələ. Lakin insan asqırdığı zaman əlhəmdülillah deyərsə, onu eşidən hər bir müsəlmanın üzərinə vacibdir ki, ona neynəsin? Yərhəmukallah desin. Bu isə bir nəfərin deyib qalanlarının boynundan düşən məsələ deyil. Həmçinin də burada bir məsələ də var ki, yəni insan əgər elm məclislərinə daxil olursa, vacib deyil ki, ona girən kimi bərkdən salam verib, orada hamının fikrini yayındırsın və yaxud da meçidə girdiyi zaman bərkdən salam verib insanların fikrini yayındırsın. Qapının ağzında olanlara yavaşca salam versə kifayət eləyər. Lakin əgər verilirsə, o salam bir nəfər tərəfindən də qaytarılmalıdır. Yox, əgər insan meçidə girir, hamı namazdadırsa, salam verirsə, əli ilə belə salamı qaytara bilər. Yəni, bu da şəriətimizdə varid olan məsələlərdəndir. Ona görə də Peyğəmbər bəzi sahabələr İbn Ömər və Əbu Hüreyra radiyallahu anhu nə edərdilər? Gedərdilər bazarlara, nə üçün? Ancaq salam vermək üçün.
salamı yaymaq üçün. Çünki salam məsələsi çox diqqətli məsələdir. Ona görə şeytan bu günləri müsəlmanların qəlbindən sevgini almaq üçün, sevgini nifrətə çevirmək üçün nə edib bir daha hansı fitnə salıb müsəlmanların arasına? Salamı kəsin. Halbuki bu qədər hədislər var, bu qədər ayələr var ki, insan salamı yaysın. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, iman etmədikcə nə edərsiniz? Cənnətə girmərsiniz. Bir-birinizi sevmədikcə nə edərsiniz? İman etmərsiniz. İstəyirsinizsə sizə elə bir əməl öyrədim ki, bir-birinizi sevəsiniz, nə etməlisiniz? Aranızda salamı yayın. Salam yayın aranızda. Onun salam çox dəhşətli bir məsələdir. Bu insanlar bu günlər görürsən ki, bu məsələdə çox səhlənkardılar, çox. Ona görə salam insanların qəlbinə sevgi yayır, sevgini artırır və sevgi artdıqca da nə olur? İman artır. İman artdıqca da nə olur? Cənnətə yaxınlaşırsan. Bunlar çox önəmli məsələlər, bunlar bir-birinə çox bağlı məsələlərdir. Və həmçinin də qardaşlar, başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir ki, minikdə olan piyadaya, piyada olan oturana, oturana azlıq da çoxluğa salam verməli. Yəni, haqlar belə olur. Ona görə insan gərək bu məsələlərdə diqqətli olsun. Və həmçinin məclisin ədəblərindəndir, qardaşlar ki, insan məclisə girdiyi zaman bir nəfəri qaldırıb onun yerində oturması nədir? Qadağandır. Necə ki, Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki, "Ya eyyuhellezine amenu iza qila lakum tafassahu fil majalisi fafsahu yafsahillahu lakum." Ey iman gətirənlər, sizə məclislərdə yer verin deyildiyi zaman yer verin ki, Allah da sizə geniş yer versin. Allah da sizə geniş yer versin. Ümumiyyətlə, şəriətimizin gözəlliklərindəndir ki, İnsan bir əməl etdiyi zaman onun mükafatı da onun cinsinə uyğun olur. Onun cinsinə uyğun olur. Sən istəyirsən ki, qiyamət günü yerin geniş olsun, tutduğun yer geniş olsun, darlıqla vəziyyətin orada sıxılmasın. Həmişə qardaşlarına çalış ki, məclislərdə yer eləyəsən, yer ayırasan. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində buyurur ki, kim Allah üçün bir məscid tikərsə, onun müqabilində nə olur? O tikintinin müqabilində nə olur? Allah da sənin üçün cənnətdə bir ev tikir. Və yaxud da məsələn, başqa bir məsələn buyurur ki, kim bir çətinlikdə olan adamın işini asanlaşdırarsa, Allah da qiyamət günü o dəhşətli gündə hansı ki ehtiyacımız olacaq o gün işlərimizin asanlığına. Yəni Ayşə radiyallahu anhadan Peyğəmbər bu ki Allah kimin araşdırarsa həlak olar. Nə deməkdir? Həlak olar. Araşdırarsa, neyi araşdırarsa? Dərinə gedərsə əməllərində. Onun bütün əməllərini araşdırarsa o insan həlak olacaq. Və biz hər birimiz istəyirik ki, qiyamət günü işlərimiz asanlıq gətirsin, asanlıq olsun. Hədisdə bu, kimdir bir müsəlmanın işlərini asanlaşdırarsa, Allah da onun axirətdə və dünyada olan işlərini asanlaşdırar. Və başqa bir hədisdə Peyğəmbər buyurur ki, kim bir müsəlmanın eybini örtərsə, görər qardaşındakı eybi, görər ki, ondan başqa heç kəs görmədi onu. Onu gizlədər, ona gəlib nəsihət eləyər, təklikdə, gözəl şəkildə, Allaha dua eləyib gedər onun yanına. Çünki qəlblər Allahın əlindədir. Və o qardaşı üçün qeybində dua eləyər və sonra da onun eybini heç kəsə bildirmərsə, həmin insanın da qiyamət günü nə olar? Eybləri örtülər. Vallahi, qardaşlar, Allah bizim haqqımızda o qədər şeylər bilir ki, o şeylər qiyamət günü bizə deyilsə, vay bizim alımıza. Ona görə hər birimiz istəyirik ki, Allah Subhanahu taala bizim eyblərimizi örtsün. Və başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz bir adamı yerindən qaldırıb, özü onun yerində oturmasın. Yəni, əksinə, geri genişləndirsin onun üçün və bir-birinizə yer verin bu məsələdə. Bu məsələdə, qardaşlar, məsələ biraz genişdir. Bax, bu məsələdə nədir? Əslində, burada, məsələn, bir insan məclisə daxil oldusa, məclisdə yer yoxdursa, çalışmalısan ki, biraz qardaşlığa sıx eləyib yer verəsən. Lakin, ayağa qalxıb qardaşınla görüşə bilərsən. Alimlər gətirirlər ki, bu məsələdə əgər bir insan hörmətli insandırsa və yaxud da qonaqdırsa, gəlibsə və yaxud da məsələn elm əhlidirsə, durub ona görüşə bilərsən, onda problem yoxdur.
Əsas burada qadağan olunan özünü dartan, təkəbbürlü insandır ki, hamı mənim ayağa qalxmalıdır. Mən girəndə içəri hamı mənə təzim etməlidir. Bu şeylər haramdır. Amma məsələn Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələrinə baxanda bu şeylərdə məsələn eləyiblər. Məsələn Kəb ibn Məlik radiyallahu anhu, hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləm əmr etmişdi ki, ondan salamı kəssinlər. 3 nəfərdən biri idi də, hansı ki cihaddan yayınmışdı üzürsüz səbəbdən. Və onun üçün ayə nazil olduğu zaman o məclisə gələndə Talha ibn Ubeydullah sevincindən qalxıb onu qucaqlayır. Qalxıb onu qucaqlayır ki, Allah Subhanahu sənin üçün ayə nazil etdi. Yəni qardaşını sevdiyini. Həmçinin məsələn Səd ibn Muaz məşhur Mədinəli ənsarlardandır, böyük sahabələrdəndir, qəbilə başçılarından olub. Allahın ərşi sirkələnir o sahabə dünyasını dəyişdiyi zaman və 70 min mələk gəlib onun üçün cənazə namazı qılır o sahabə üçün. O sahabə şəhid olur, məsciddə gətirib qoyurlar onu, damarından yaralanır və o sahabənin qanı axır və onunla da şəhid olur sahabə. O sahabə Peyğəmbər sən o içəri daxil olduğunda Peyğəmbər deyir ki, ağanız üçün ayağa qalxın. Yəni şərəfli bir insan olduğuna görə, xeyirli bir insan olduğuna görə Allah Rəsulu belə yəni onlara bu şeyi nəsihət edir. Və həmçinin də qardaşlar, insan gərək yəni məclisə daxil olduğu zaman qardaşına çalışmalıdır ki, sıx eləyib ona yer versin. Bir hədisdə isə Peyğəmbər sallallahu əleyhi və səlləmdən sahabələrindən biri deyir ki, Cabir Səmura radiyallahu deyir ki, biz Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəldiyimiz zaman hər birimiz çatdığı boş yerdə oturardıq. Bu nə deməkdir? Gəlir qapının ağzına, məsələn baxır ki, artıq məclis dolub. Onun başının üstündən tullanıb belə aralayıb cəmaata elə yox. Harda boş yer var idi deyir, hələ qapının ağzında da olsa deyir, orada deyir, oturardıq deyir. Yəni artıq çalışmazdıq ki, can atıb qabağa gedək. Burada alimlər bəzi istisnalar gətirirlər ki, məsələn, məscid imamıdır, gəlib cəmaatı aralayıb keçə bilər. Məsələn, artıq görürsən ki, məsələn, cəmaat sıxdırsa, cəmaatın 2 nəfəri aralayıb onun arasından keçə bilər. Və yaxud da bir qardaş görürsə ki, məsələn, qabaq səhflərdə yer boşdursa və cəmaat ora gəlib oturan yoxdursa, heç kəsin yeri deyilsə, o gedib orada, yəni otura bilər, orada əyləşə bilər. Və bu məsələdə də bir neçə məsələ alimlər ilə zikr edirlər ki, İbn Baz rəhməhullah gətirir ki, yəni insan məsələn məsciddə oturub bir ehtiyacı üçün durursa, su üçün, bir kitab götürmək üçün, ya da gedib tez bazar dəstəmaz alıb qayıdırsa, o yeri onun haqqıdır. Orada oturmaq olmaz. Aydındır? O yeri onun haqqıdır. Əvvəl gəlib oturub orada, onun zülm edirsən, o yerində şey eləmə. Yox, əgər insan zöhrdə durubsa, əsrdə gəlibsə ki, bura mənim yerimdir. Bu, necə ki, bilirsiniz ki, məscidlərdə deyir, yer tutmuyor. Yəni, o ona aiddir ki, insan gəlib, daima bir yeri zant edir ki, bura həmişə mənimdir. Belə şey olmaz. Aydındır, amma əvvəl gələnin, yer əvvəl gələnindir və əgər müəyyən səbəbə görə az bir müddətlik ayrılıbsa oradan, yəni insan haqqıdır ki, orada otursun. Və həmçinin də burada şeyx gətirir ki, insan oturanların üzərindən ayaqlarını atıb qabağa getməməlidir. Əksinə, harda məclis qurtarırsa, məclisin sonudursa, gəl görür ki, artıq cəmaat ora qədər oturub, elə çatdığı yerdə də oturmalıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən biri olan Abdullah ibn Busur radiyallahu ilə deyir, oturmuşduq, deməli, tabinlərdən biri deyir, cümə günü. Və deyir, bir kişi gəldi, deyir, cümə günü deyir, insanları tapdalaya deyir. Başlarının üstündən ayaq ata-ata başladı hərəkət eləməyə. Və Abdullah ibn Busur radiyallahu ona dedi ki, yəni həmin şey xütbədə dedi ki, belənçik deyir, bir kişi deyir, gəlmişdi deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında cümə namazında deyir və Peyğəmbər sallallahu aleyhi ve sellem xütbə verirdi. Və o hələncik elədiyi zaman Allah Rəsulu ona dedi ki, İclis fəqad əzəytə. Yəni, otur, sən artıq insanlara əziyyət verdin. Yəni, bu onu göstərir ki, yəni bu insanlara əziyyətdir hələ cümədə. Hələ cümədə. Həm əziyyət verirsən, həm də nə edirsən? Cümənin xütbəsini dinləməyə insanlara mane olursan. Çünki cümənin xütbəsini dinləmək vacibdir. Hətta bilirsiniz də, heç belə yanındakı səndən bir ehtiyacın soruşduğu zaman ona cavab vermək olmaz cümənin xütbəsində. Cümənin xütbəsini dinləmək vacibdir. İnsan gərək cümənin xütbəsində çox diqqətli olsun. Və bir başqa hədisdə
Abdullah ibn Amr radiyallahu anhumə bir gün oturmuşdu öz tələbələri ilə. Və bir insan gəldi onları üstlərindən keçə-keçə və insanlar başladılar ona mane olmağa. Onda Abdullah ibn Amr radiyallahu deyir ki, onu tərk edin. Tərk edin o insanı, qoy gəlsin. Və o gəldi və dedi ki, mənə Allah Rəsulü sallallahu aleyhi və səlləmlə şəxsən eşitdiyim bir hədis haqqında xəbər ver. Yəni, birbaşa hədis eşitmişsən Allah Rəsulü. O hədis haqqında mənə xəbər ver. Bu adamın həvəsinə baxın. Yəni ki, hədisi əzbərləməyə gəlmişdi. Və o da dedi ki, onun vəsfinə uyğun, yəni onun halına uyğun gözəl bir hədisdir. Dedi ki, Əl-muslimu mən səliməl-muslimunə min lisanihi və yədihi və əl-muhaciru mən həcrə mə nəhəllahu anhu. Buyurur ki, Abdullah ibn Amr radiyallahu anhu ki, mən Peyğəmbər sallallahu aleyhi ve sellem eşitdim ki, müsəlman o kəsdir ki, onun dilindən və əlindən başqa müsəlmanlar zərər görməsin. Muhacir də, həqiqi muhacir də o kəsdir ki, Allahın qadağan etdiyi şeyləri tərk eləsin. Yəni, bu əzəmətli bir hədisdir. Həqiqətən, kamil, əslində burada müsəlman, bu şeyləri eləyən müsəlmanlıqdan çıxmır. Yəni, hədis onu göstərmir ki, əgər bir müsəlman digər müsəlmana əziyyət versə, kafir olur artıq. Yox, bu imanın kamilliyindən gedir burada. İmanın əslindən getmir. Yəni, kamil iman sahibi o müsəlmandır ki, bunu da qoruyur qardaşına qarşı. Ehtiyatlı olur. İstəmir ki, müsəlmanlara neynəsin? Zülm etsin. Bilirsiniz də, qardaşlar, sələflərdən bu barədə məşhur vəsflər gəlib. Deyir ki, mən razıyam ki, 70 günahla Allahın qabağına gedim, bir insanın haqqına girərək Allahın qabağında dayanmayım. Çünki Allah öz haqlarını siləcək müsəlman üçün, çalışacaq silsin. Amma o biri insan isə qiyamət günü heç kəs üçün keçməyəcək. Zövcə əli üçün keçməyəcək. İnsan anasından, atasından qaçacaq. İnsan haqlarda qorxmalıdır məsələlərdə. Çox qorxmalı. Ona görə sələflər deyərlər ki, qiyamət günü tövhid əhlini ən çox cəhənnəmə salan insanların haqları olacaq. Heyvanların haqqına girəcək, insanlar biz keçən dərs götürmüşük də heyvanlara görə insanın cəhənnəmə düşməsi və ya da heyvana görə insanın cənnətə düşməsi. Bu çox dəhşətli məsələdir. Müflis hədisində fikir verir, müflis hədisi. İnsan dağlar boyda savablarla gələcək, müflis olacaq. Niyə? Dilin qorumayıb, əlin qorumayıb. Verəcək bütün savablarını ona buna, artıq savabları qutaracaq və başlayacaq bunun günahları ona yüklənməyə. Müflis olub gedəcək. Amma Allah Subhanahu taala elə deyil, Allah Subhanahu siləcək sənin üçün. Allah Subhanahu çalışacaq ki, qulunu örtsün, silsin, bağışlasın. Allah rəhmandır. İstəyir ki, mömin qulu amma insan haqlarında çox dəhşətli məsələdir. Ona görə də insan gərək ehtiyatlı olsun məsələlərdə, diqqətli olsun məsələlərdə və sahabə də o kişiyə bunu bildirdi ki, insanlara əziyyət vermə bu hədisinə, onları tapdalama. Və bu hədisdə ona mane oldular gəlir. Yəni, insanlar bilirdilər ki, artıq bu əməl necə pis əməldir, ona çalışdılar mane olsunlar. Lakin sahabə neynədi? Ona izin verdi ki, yəni o yaxına gəlsin. Bu da sahabənin fəqihliyindən idi ki, bilirdi ki, o adam xeyir üçün yaxınlaşır. Baxmayaraq ki, yaxşı şey eləmir. Amma bilirdi ki, o hədis öyrənməyə gəlir, hədis əzbərləməyə gəlir. Məsləhətə görə onu yaxına buraxdı və onu öyrətdi. Ona görə insanlara ona fayda olan şeyləri öyrətmək lazımdır. Bir insan gəlib sənə özünə aid olmayan məsələ haqqında soruşursa, müminin fəqihliyindəndir ki, ona cavab verməsin. Ona cavab verməsin. Desin ki, bilmirəm. Və yaxud da onun nəsiyyət etsin ki, bildiyin şeyi soruş. Necə İmam Əhməd gəlib deyəndə ki, meyvə suyundan dəstəmaz almaq olar. Deyir ki, məscidə gedən duanı bilirsən, deyir, yox, deyir, onu əzbərlə. Bu sənə lazım deyil elə. Aydındır. Bugün insanlarımızın, qardaşlarımızın çoxsu özlərinə aid olmayan məsələlərlə məşğuldular. Özlərinə aid olmayan məsələlərlə. YouTube-da bir dənə dərs çıxır, tövhidə aid, fiqhə aid, başqa gözəl dərslər. Baxırsan ki, say 100, 40, 50 nəfər baxıb. Filan tələbə rəddiyə verdi, 10.000 baxış. Filan tələbəyə nəsə dedi, 100.000 baxış. Baxın halımıza.
Amma bir dənə gəl o tövhiddən bir dənə sual-cavab eləyək bir-birimizi. Adi elementar bir şeydən bilməyəcəyik. Rahatıqmı axirət günü imtahanlardan keçməyə, o dəhşətli imtahandan keçməyə? Rahatıqmı qəbirdə? Arxayınıqmı ki, o iki mələk bizə sual verəndə rahat olacağıq, qurtulacağıq? Yox. Yəni, kim rahat olubsa, o problemlidir. İnsan ki, rahat olmasın. Sələfləri ən çox qorxudan məsələ bilsən nə idi, qardaşlar? Sələflər deyirdilər ki, əməli eləməkdə önəmli deyil, əsas əməl deyil, əməl eləyirsən. O qiyamət günü qəbuldur, qəbul deyil, ondan da əsas. Allah Subhanahu taala ancaq müttəqilərdən qəbul edir. Allah nə deyir Quran-Kərimdə? Biz ancaq əməlləri müttəqilərdən qəbul edirik. Müttəqi olmalısan. O gün insan salih qəlblə gəlməlidir. O gün Allah Subhanahu taala insanın qəlbini açacaq. Sənə deyəcək, sən kimsən? Bütün sirlər açılacaq. Sənə bildirəcək ki, sən heç də insanların bildiyi adam deyilsən. Vay onda o insanın halına. Cəhənnəm, ilk cəhənnəmə atılan insanlar bizdə kimlərdir? Şəhidlər, sədəqə verənlər və elm əhli. Onlar zahirən elə görsənirdilər. Lakin Allah yanında onlar əsla elə deyildi. Ona görə də sələflər həmişə bu şeylər narahat edirdi. Ona görə insan gərək özünə aid olan məsələlərlə məşğul olsun. Və həmçinin də Ömər radiyallahu buyurur ki, qardaşının sənə olan sevgisini gücləndirən 3 şey var. Əsas 3 şey var ki, bu şeylər sənin qardaşının sənə olan sevgisini gücləndirir. Birincisi nədir? Onu ən gözəl adlarla çağırmaq. Xoş, gözəl adlarla. Məsələn, ey Abdurrahman, ey gözəl qardaşım, onu sevindirən adlarla. Bilirsiniz də, mələklər müminin ruhunu alıb aparanda göyə, hər səmanın yanından keçəndə gözəl adlarla o ruhu çağıracaqlar. Və ikinci deyir, onu qarşıladığın zaman ona salam vermək. Əssalamu aleykum və rəhmətullah və başqa cür. Və üçüncü də məclisdə ona yer vermək. Yanında çalışdırmaq ki, onu otuzdurasan. Bu qardaşın qəlbində sənə qarşı sevgini qaldırır. Və sonuncu ədəbi isə 2 nəfəri aralamadan aralayıb oturmaq. Məsələn, 2 nəfər oturub, gəlirsən onları aralayırsan, oturursan aralarında. Bu da ədəbdən deyil. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə buyurur ki, bir kişiyə halal deyil ki, 2 nəfəri aralayıb onların izni olmadan onların arasında otursun. Əgər bir insan məsələn məclisə gəlirsə və 2 nəfərin icazəsi olmadan onların arasına girib oturmasın. Çünki adətən 2 nəfər yanaşı oturursa, məclisdə yaxın oturursa, nəsə bir ehtiyat üçün otururlar. Bir-birlərinə nəsə demək üçün, bir-birlərinə nəsə işləri olur, yaxud da bir məsələ haqqında müzakirə edirlər. Və belə olduğu halda insan ya onlara həm əziyyət verir bu məsələ ilə, həm də ki, onların o, belə deyək də, o işini pozmuş sayılır. Ona görə bu məsələlərdə insan diqqətli olmalıdır. Və bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem Salman Fəris radiyallahu gələn hədisdə buyurur ki, hər kim cümə günü qüsul edib, bacardığı qədər təmizlənərsə, saçlarını yağlayarsa və ya evində olan ətirlə ətirlənərsə, sonra cümə namazına gedərsə və cəmaatın başının üstündən keçmədən bir tərəfə çəkilib Allahın ona buyurduğu namazı qılarsa və bundan sonra imam xütbə verənədək susub dinləyərsə, həmin cümə, ötən cümə arasında o adamın kiçik günahlar kəffarəsi olur həmin o cümə. Yəni, bütün kiçik günahları silinir o adamın. 2 cümə arasında olan kiçik günahları. Və bu hədisdə nə var? Alimlər gətirirlər ki, bu hədisdə var ki, insan biraz cüməyə tez getməlidir. Ne üçün? Əgər deyir, cəmaatı aralamarsa, cəmaatın üstündən keçmərsə, bundan salamat olmaq üçün nə eləməlisən? Bacardığın qədər tez getməlisən ki, gedib qabaq səhvlərdə oturasan və cümə namazı da ki, bilirsiniz ki, fəzilətli bir namazdır. Cümə günü ümumiyyətlə həftənin günləri içində ən xeyirli gündür və cümə qüsulu da ixtilaflı məsələdir. Alimlərin bəziləri onu vacib görür, bəziləri müstəhəb görür. Daha haqqa yaxın olan Allah bilir. Odur ki, Şeyx Hüseyin Rəhməllah deyir ki, bu vacib deyil.
Lakin kimə vacibdir? O insan ki, ondan pisliyi gəlir və insanlara əziyyət verəcək o ilə, ona vacibdir ki, qüsl alıb cüməyə getsin. Və cümənin də qüsulu sübh namazından sonra başlayır, daha səhirəyə görə və insan bacardığı qədər cüməyə tez getməlidir və cümənin xütbəsində dinləməlidir. Və cümənin xütbəsində də mən hərdən görürəm ki, cümə namazlarında qardaşlar arxada danışırlar. Çox təhlükəli məsələdir, bu cümə batıl ola bilər. Ehtiyatlı olmaq lazımdır. İnsan gərək cümə vaxtı sünnədir ki, üzvü çevirirsən imama tərəf, belə bacardığın qədər üzvü döndərsən imama tərəf, imama baxaraq o imamı dinləyirsən. Ona görə də insan gərək bu məsələdə diqqətli olmalıdır. Allahdan istəyirəm ki, Allah subhanahu taala bizə eşitib faydalananlardan eləsin. Düzünü Allah bilir və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi əcmain.